Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ala ali ve səhbə ecmaîn. Əmmə bəd. Məhəbbətin dərmanı. Belə bir bəlaya düşməyin səbəbi insanın cahilliyyədən və qəlbinin Allahdan qafil olmasındandır. Ona vacib olan isə ilk əvvəl Rəbbinin təkliyini, tövhidi, qoyduğu yolları, ayələri öyrənsin. Bundan sonra zahir və batini ibadətləri yerinə yetirsin. Çünki ibadət etdikcə qəlbi başqasının fikri ilə məşğul olmaqdan uzaqlaşır. Belə bir xəstəliyə düşənin ixlasdan yaxşı dərmanı yoxdur. Bu elə bir dərmandır ki, Allah Subhanahu bunu öz kitabında zikr etmişdir. Doğrudan da qadın ona meyil salmışdır. Əgər Rəbbinin dəlilini, xəbərdarlığını görməsəydi, Yusif də ona meyil edərdi. Biz pisliyi və biabırçılığı ondan soruşturmaq üçün belə etdik. O həqiqətən də bizim sadiq bəndələrimizdəndir. Yusuf surəsi 24-cü ayə. Onun uzaqlaşmasına səbəb ixlas olmuşdur. Əgər insanın qəlbi xalis olarsa və əməlləri Allah üçün edərsə, qəlbində eşq yerləşməz. Belə bir şeylər yalnız boş bir qəlbdə yer tapır. Şair deyir ki, onun istəyi mənim qəlbimdə yerləşdi. Mən onu bilməzdən əvvəl boş qəlbə təsadüf etdi və orada da yerləşdi. Eşqə düşməkdən nə dini, nə də dünyəvi xeyir vardır. Əksinə dini və dünyəvi zərərlər vardır. İnsan eşqə düşəndə məxluqun sevgisi ilə məşğul olur. Onu zikr etmək ilə qəlbi məşğul edir. Allah sevgisi və Allahı zikr etməkdən məhrum olur. Bunların hər ikisinin də bir qəlblə cəmləşməsi isə imkansız bir haldır. Onlardan biri digərini mütləq məğlub etməlidir. Hansı güclü olarsa, o da qəlbdə yerləşər. İkinci, eşqə düşən insan qəlbində o sevdiyinə görə əzab çəkir. Allahdan qeyrisini sevən şəxs mütləq onunla əzab çəkməlidir. Yer üzündə sevəndən bədbəxt bir kimsə yoxdur. Sən onu həmişə ağlayan görərsən. Ya ayrılmaq qorxusuna görə ağlayar, ya da darıxmaq qorxusu vardır. Aşiq insanın qəlbi sevdiyinin ovucundadır. Ona əzab verir. Lakin o kimsəni eşqdən məst olduğuna görə o müsibəti artıq hiss etmir. Aşiqin eşqi bağlı olan bir əsrin eşqi kimidir. Eşqə düşən insan sevdiyi ilə məşğul olduğuna görə dini və dünyanın xeyirləri örtür. Bundan da zərərli bir şey yoxdur. Nədən bilinir ki, eşqə düşən insan dini və dünyanın xeyirlərdən uzaqlaşır. Dini işlərdən qəlbi bütünlüklə Allaha yönəlməlidir. Eşqə düşən insan qəlbi isə dağınıq olduğu üçün Allaha tam şəkildə yönələ bilmir. Dünyavi xeyirlərə gəldikdə isə bu xeyirlərdə tabedir dini xeyirlərə. Əgər insan dini xeyirlərdən uzaqlaşarsa, şübhəsiz ki, dünyavi xeyirlərdən də məhrum olar. Dünya və axirət bəlaları o eşqə düşəni daha yaxındır. Səbəbləri isə qəlb hər dəfə eşqə düşənə yaxın olarsa, onunla əlaqəsi güclənərsə, bir o qədər də insan Allahdan uzaqlaşar. Allahdan ən uzaq düşən qəlb də eşqə düşən kimsənin qəlbidir. Əgər qəlb Allahdan uzağa düşərsə, bəlalar ona yaxınlaşar. Hər tərəfdən şeytan onu yaxalayar. Əgər bir kəs düşməni ələ alarsa, onu hər bir bəlanı, müsibəti ona yönəldirər. Bacardığı hər bir müsibət ona toxundurar. Onda qəlbin halı necə olar ki, düşman onda yerləşib, o qəlbin saadət, xoşbəxtçiliyi və sevinci yalnız ona yaxın olmaqdadır. Eşq qəlbdə çoxalarsa sahibinin zehnini də körlayar. İnsan vəsvəsələrin artmasına səbəb olur. Bəzən də eşq insanı dəlillərin səviyyəsinə çatdırır. O dəlilər ki, onların ağılları körlanır və onlar ağılları ilə hərəkət etmirlər. İnsanda da ən şərəfli şey onun ağlıdır. İnsan o ağıl ilə heyvanların fərqlərini seçilir. İnsan ağlı yoxsa
İnsanın ağlı yoxa çıxarsa, o kimsə danışmayan heyvanın dərəcəsinə düşər. Bəzən də heyvanın halı ondan daha yaxşı olar. Məcnunun ağlı da belə bir eşq almışdır. İbn Abbas radiyallahu anh Ərəfətdə ikən yanından bir dəri bir sümükdən qalmış bir cavan gətirildi. İbn Abbas soruşdu, nədir bunun dərdi? İbn Abbas radiyallahu anh cavab verərək dedilər, bunun dərdi eşqdir. İbn Abbas bunun üzərində o radiyallahu o gün boyunca Allah subhanahu wa ta'ala'ya eşqdən sığındı. İbn Məcədə keçən hədisdə Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, sevgililər üçün evlənməkdən yaxşı bir iş görülməmişdir. Allah azze ve celle həqiqətən bu müsəlmanları və qeyri-müsəlmanları bu xəstəlikdən qorusun. Bu xəstəliyin sonu şirkə aparır. Bu xəstəlik Allah azze ve celle ayətdə bu xəstəliyin şirkə yol açacağına dəlalət edən bir ayət var. Bəqərə surəsi 165-ci ayətdə Allah azze ve celle deyir ki, insanlardan elələri də var ki, Allahdan qeyrilərini ona tay tutur. Onları da Allah sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah olan sevgiləri isə daha güclüdür. Diqqət yetirsə bu ayətdə Allah azze ve celle Allah'ı sevdiği kimi sevənləri zikr edir. Yəni onunla beraber eyni sevgi. Düşünün ki bundan artıq sevənlərin hal necə ola bilər? Allah azze ve celle sığınırım belə bir bataqlıqdan, şirkdən. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.